Rəcəb ayı Allah dərgahında fəzilətli ay olmaqla yanaşı, bu ayın içində bir neçə gün vardır ki, onlar daha çox əhəmiyyət daşıyır. Rəcəb ayının 13-ü, 14-ü və 15-i rəvayətlər, Peyğəmbər Əhl-i Beytindən hikmətli kəlamlar bizə onu deyirlər ki, həmin o 3 gündə oruç tutmaq və müəyyən ibadətləri yerinə yetirməyi fürsəti əldən verməyək. Bəli, Rəcəb ayının 13-ü bildiyiniz kimi birinci imamımız Əmir əl-Möminin Əli əleyhissalam Kəbə evində dünyaya göz açmışdır. Həmin günü oruç tutmaq, bayram etmək, İmam Əmir əl-Mömin əleyhissalamı yaxından və uzaqdan ziyarət etmək tövsiyə olunmuşdur. 13-ü oruc olaq və imamı ziyarət eləyək. Gedə bilməyənlər, Nəcəf şəhərində ola bilməyənlər uzaqdan imama "Əssalamu aleykə ya Əmir əl-Möminin" deməklə də kifayətlənə bilərlər. İkinci, 14-cü gün yenə də oruç tutaq. Həmin gündə çox əhəmiyyətli bir gündür. 14-cü gün oruç tutmaq barəsində Peyğəmbərimiz belə buyurur. Hər kəs Rəcəb ayının 14-cü gününü oruç tutarsa, Allah Taala ona elə bir mükafat verər ki, onu göz görməyib, qulaq eşitməyib, heç bir bəşərin qəlbinə dammayıb. Rəcəb ayının 15-i axırıncı gün yenə də oruç tutaq. 13-ü oruc olmaq, 14-ü oruc olmaq və 15-ci gün yenə də oruç tutmaq. 3 gün ardıcıl. Çox hədislər bunu tərifləyiblər, böyük mükafatlar bizə vədə veriblər.